Lənkəranda maşın təmiri sexində bədbəxt hadisə baş verib. Hadisə Lənkəranın Füzuli küçəsi Kürə deyilən ərazidə qeydə alınıb. Lənkəran şəhər sakini sözü gedən sexdə usta işləyən 1991-ci il təvəllüdlü İlham Şahvəli oğlu Qasımlı benzinlə ehtiyatsız davranıb. Bu zaman benzindən yaranan partlayışın alovu ustaya ciddi xəsarət yetirib. İlham Qasımlı yanıq xəsarətləri ilə Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. Həkimlər ona bədənin çox saylı yanığı, üz və hər iki qolun 2-ci dərəcəli termiki yanıq diaqnozu təyin ediblər. Xəsarət alan şəxsə ilkin tibbi yardım göstərilib və vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Lənkəran şəhər sakini Qasımlı İlham Şahvəlioğlu ağır yanıq xəsarətləri ilə Lənkəran mərkəzi xəstəxanasının AD şöbəsinə daxil olub. Xəstənin müxtəlif nahiyələrində, baş nahiyəsində, sifət nahiyəsində, burun nahiyəsində, xüsusən əllərində ağır yanıq xəsarəti qeyd olunurdu. Vəziyyəti ağır olduğu üçün müəyyən tədbirlərdən sonra reanimasiya şöbəsinə verildi. Hal-hazırda xəstənin intensiv reanimasiya tədbirləri davam etdirilir. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir, faktla bağlı araşdırma aparılır.